40 il əvvəl eyni sinifdə təhsil alan şagirdlər bugün yenidən bir araya gəliblər. Bu görüş təkcə köhnə dostların görüşü deyil, həm də müəllimlərinə olan minnətdarlığın ən dərin nümunəsidir. Gəlin, 40 ildən sonra canlanan bu duyğulu anlara yenidən şahidlik edək. Hə, birdən ağılıma gətirərsən, gətirmə. Amma mənə gəlib sizdən danışdılar evdə belə, dedim bəli, mən bu il itirdiyimi bu il tapmışam. İndi sən qeybinə demişsən deyəmərəm. Səndən başqa da var da oxuyan, doğru qardaşım. Ehtiram. Ehtiram sonra gəldi. Atakildə 8 iftar gəldi. Siz hamınız yaxşı pasluşnuyursa demişkən, hər əmrə tabi, böyük kiçik yeri bilən uşaqlar olursunuz. Ona görə ki, valideyninizə elə bir adam olur. Öz elsevəri görürsən Bakıda. Bax, gəl gedir. Əla. İyi qız gəlir. Salam, xoş gördük. Şadlıqlarla görüşək. Həmçə siz xoş sədolza içdim. Elə bilirəm ki, elə köhnə vaxtlarımızdayıq. Yaxşı görək. Vallahi. Hə, yaxşı. Keçir. Salam uşaqlar. Əyləşin. Bir, keçmiş günlər, yada düşər xatirələr. Bəzən deyirlər ki, keçmiş keçmişdə qaldı. Amma keçmişdə qalmağı mən arzulamıram. Amma xatirələr qoy keçmişdə qalsın və xatirələr belə görüşlərdə yenilənsin. İnsan həyatında çoxlu xatirəli günlər var, o günlərin biri budur. Bu gün üçün yaşamışıq və yaşayırıq. Yaşamaqdan gözəl heç nə yoxdur. Deyir, insan həyatda nədən doyur? Aqillər cavab verir ki, heç nədən. Deyir, bəs nədən doymur? Deyir, yaşamaqdan. Ona görə də deyiblər ki, aqillər, 100 ilin ölümündən bir günün birisi. Yəni, nə qədər biz yaşayırıqsa, o qədər xatirələrimiz artır. Nə qədər yaşayırıqsa, o qədər biz zəngin həyata qədəm qoyuruq. O zənginlikdən nəsə mənəvi qida alırıq. Bugün mən yaşayıram. Ona görə yaşayıram ki, mənim balalarım bugün biz müəllimlərlə görüşə gəlir. Bu, həyatda silinməz bir xatirədir. Bu xatirə insanların, yəni sizlərin, bizlərin qəlbində ruh dünyasına gedəcək. Deyir, yaşayırıq, yaşamışıq, yaşayırıq, yaşadacaq. Biz yaşatmışıq sizləri. Sizlərcə yaşadırsınız öz işçiləri. Amma gəlin o yaşatdıqlarımız üçün çox etibarlı olaq. Həyatda insan arzu ilə yaşayır. O qədər insanın arzusu var, o arzuları daimi həmişə həyata keçirməyə çalışır. Deyir, evladım olsun, olur, arzu həyata keçdi. Deyir, o günü mən Allah göstərsə alsın, bir şadyanalıq eləyərəm, o.
Bir nətər qutarıydım. Amma qutarmaq lazımdır. Əskərlik özü bir həyat məktəbidir. Oğlanlar üçün həyat məktəbidir. Orada möhkəmlənir, bərkiyir, dəmirləşir, nətər deyərlər, bir yumruq kimi istəyir yerə ki, qarşısına çıxan nə olur olsun, onun öhdəsindən gəlsin, onu əzsin, ona qalib gəlsin. Ona görə ona həyat məktəbi deyirlər. Həyat məktəbində və o məktəbi yaşadan sizlər və bizlər ki, hərə öz həyatını yaşayır. Görün, nə qədər gözəldir, nə qədər mənalıdır, nə qədər şəndir, nə qədər xoşbəxtliyi özündən daşıyırsan, o həyatda özü ayrıca bir sima kimi qiymətləndirirsən. Şəxsən mənə deyirlər ki, mən hər gün Heydər Parkında olum. Onda bəlkə də sizlər yatmış olursunuz. Saat 6-ya 10-ya qalmış, 6-nın yarısında. Mənə bəzi yoldaşlar deyir ki, sən işin gücün qutarıb valla. Sən nə var bu yaşında sən gedirsən, idmanla məşğul olursan. Deyirəm ki, mən yaşamaq üçün getmirəm. Mən öz sağlamlığıma görə gedirəm və Allah məni heç kəsə möhtac eləməsin. Ona görə gedirəm, ona görə öz sağlamlığımı qorumaq üçün. Bir də deyirlər ki, evlad şirindir, həqiqi şirindir. Çox şirindir. Amma oğuldan da qız evladı şirindir. Mən deyəcəm, indi çoxuz güləcəksiniz. Mən deyəcəm, güləcəksiniz. Niyə? Deyək ki, İraq canımızdan, olur da həyat canlıdan qada əşik deyir. Deyək ki, mən xəstələndim, yatdım. Ən yaxşı oğul 2 il, 3 il atan, ananın əziyyətini çəkəcək. Haradasa ağzını vuracaq. Amma qız çənəsi yerə dəyənə qədər onun ağzı ilə oynayacaq. Və onun qayğısına qalacaq. Həqiqət belədir. İstəyir məndən kiminsə, evladlarım indi deyir veriləcək, xoşu gələcək, gəlməyəcək, özü bilər. Amma mən olan varlığı deyirəm. Bəs İbn Sina niyə deyir? Deyir ki, kimin ki qız evladı var, o xoşbəxtdir. Elə xoşbəxtlik açarı birinci orada deyir. Bu, mən demirəm, aqil adamların məclisində İbn Sina çox danışan olmayıb, az danışıb, amma yerində deyib. Elə onun bir məclisinin bir xatirəsini sizə çatdırım. Ola bilsin, kimsə bilir, kimsə bilmir. Aqillərin məclisi olub, bilirsiniz də İbn Sina... Düz deyir. Hərdə bir mənim şeylə uşaqlara... İndi elə səhərdə duruzacam, çıxardacam sinifdən çölə. Yerindən danışdıqlara görə. Əli qaldırmaq lazımdır. Valla, sabah qılıb materialcında biraz bir şeylə qarışıq. Oh, can, yazıq. Mən köyrətdin sən ha. Aqillərin məclisi olur, İbn Sina da oturur, haradasa bir 20-25 nəfər. Hamı danışır, fikrini bildirir. Axırda deyirlər ki, İbn Sina, sən də öz fikridir. Deyir, mən bilmək istəyirəm, görəsən, hamı qutardı sözün. Qutarandan sonra mən danışaram. Deyir ki, hamı qutardı, bəli, indi siz deyin. Deyir, mən çox danışmaqla anarım yoxdur. Mən bir cümlə deyəcəm. Nədir? Deyir, Allah ağlımızı və sağlamlığımızı əlimizdən almasın. Mən sizə bunu arzulayıram. Yerimdən danışırsınız. Demə. Müəllimlərimiz, əziz sinif yoldaşlarım, hörmətli qonaqlar. Bugünkü bura yığışmağımızın təkcə səbəbi bir yubileyi qeyd etmək deyil. Bugün biz burada belə deyək də, ömrümüzün ən saf, gözəl, qayğısız illəri olan məktəb illərinə qayıtmış olduq. Məktəb illərinə qayıtmış olduqda düz 40 il bundan qabaq biz orta məktəbi bitirdik. Bax, burada yazır 1986-2026. 40 il and olsun Allaha elə bilirəm ki, dünənlərdə olur. 40 il əslində bir zaman kəsiydi. Kifayət qədər bir ciddi rəqəmdir. Amma bu 40 il müddətində hörmətli müəllimlərimiz, zaman bizi ayrı salsa da, bax bu sinifdən 4 həkim çıxdı. Ondan sonra mühəndislərimiz çıxdı. Bundan sonra yüksək sinli polis məmurlarımız çıxdı. Müəllimlər və müəllimələr çıxdı.
Və hərbiçimiz çıxdı. Hərbiçimiz çıxmışsan bir şey də qeyd edeyim ki, həmin hərbiçimiz Talibovla Rövşən Səttaroğludur. Və məlumatsan deyim ki, 44 günlük Vətən müharibəsində o işğaldan azad olunmuş bütün rayonların ordeni Talibov Rövşənə verilir. Bəlkə ona bir əl salaq. Zaman bizi yollarımızı ayırsa da, hörmətli müəllimlərimiz, biz çalışdıq ki, dünyaya övlad da gətirdik. Biz gətirdiyimiz övladlar da, biz də bu cəmiyyət üçün, bu dövlət üçün bir yararlı övladlar olaq. Və çox təəssüflər olsun ki, bu müddət ərzində müəllimlərimizdən də, təbii ki, 40 il müddətində müəllimlərimizdən də rəhmətə gedən oldu. Sinif yoldaşlarımıza rəhmət edir. Gəlin bir dəqiqə onların ruhu şad olsun deyə bir dəqiqə onlar sükutla yad edək. Təşəkkür edirəm. Heyran xanıma təşəkkür eləmək istəyirəm ki, belə bir tədbirə təşkilatçılıq elədi. Müəllimlərimizə can sağlığı, sinif yoldaşlarıma da hamısına ailə saadəti, xoşbəxtlik arzulayıram. Əziz müəllimlərimiz, əziz sinif yoldaşlarımız, hamımızı bir daha xoş gördük. Müəllimlərdən bizim heç vaxt narazılığım olmayıb, sağ olsunlar, bildiklərin hamısını bizə belə bir çıxmasın, danlaya öyrədiblər, səy göstəriblər. Onlardan xahiş edirəm ki, çəkdikləri zəhmətlərin halallığını versinlər. Sağ olun. Vallahi mənim üçün çox həyəcanlıdır. 40 ildən sonra öz doğma məktəbimizdə doğma müəllimlərimiz və doğma sinif yoldaşlarımızla bir görüşə yığışmışıq. Çox həyəcanlıyam. Allahdan dünyasını dəyişmiş müəllimlər və sinif yoldaşlarıma rəhmət diləyirəm. Qalanlarına can sağlığı, işlərində də uğurlar arzulayıram. Deyəndə fikirləşəm görüm nə danışım. Hamımızı xoş gördük. Çox xoş oldu üstünə bugünkü görüşümüz. Allah sizə ömür versin, balalarınızı xoşbəxt eləsin. Can sağlığı hamımıza. Uşaqlarımıza da Allah işlərini avam eləsin. Gördüyümüzə görə çox şadıq. Həddindən artıq. Heyran mən zəng eləyəndə, deyəndə ki, görüşümüz var, fikirləşdim. Dedim, qızım, mən yadımda qalmamısınız. İndi ancaq o sözü səhv demişəm. Gözlərinizə baxdım, çoxunuzu tanıdım. Və həddindən artıq xoşbəxtəm. Gəldiyimə görə. Burada döyürdüm, Heyran da bilir. Qəbilədəydim, qızım gildiydim. Heyran dedi ki, istəyirsən müəllimə gəlmə. Dedim, yox, gedəcəm. Gəldiyimə görə də çox şadam. Həddindən artıq şadam. Allah sizi xoşbəxt eləsin, balalarınızı xoşbəxt eləsin, balalarınızdan yarıyasınız. Yarıyasınız. Sağ olun. Öpürəm hamınızı. Dur. Durmalıyam mən. Ne yaxşı ki siz varsınız. Siz bizim ömrümüzü uzadırsınız. Allah Teala bir tərəfdən sizin də qabiliyyətinizi eşidəndə, görəndə, duyanda biz daha da şadlanırıq. Yaşayırıq. Övladlarımızdan yarısın. Mənim indi 20-dən çox nəvəm var. Allah hamının balasını sağ eləsin. Bir qız nəvəm var, bir qızım var. O qızım da sərhəd qoşunlarında işləyir. Yəni müəllimdir. O sevinir. Deyir, ay mama, nə yaxşı ki, sən müəllim olmusan. Səndən də mənə keçib müəllim olmuşam. Müəllim olmaq üçün qızlara demək lazımdır. Qızlar bir də görürsən, şəkil çəkir, nə bilim, moda üçün donlar yalandan da olsa tikir, düzəldirlər. Onlar ev işlərinə, analara kömək edirlər. Allah onlara uzun ömür, can sağlığı versin. Kimin qızı varsa, Tofiq müəllimin sözü olmasın. O, xoşbəxtlərin xoşbəxtidir. Allah Teala oğlanlarımıza güc versin, qüvvət versin, qabiliyyət versin. Hamıdan üstün olsunlar. Fəxr edirəm. Talibov, mən səni o boyda görmüşdüm. İndi sən maşallah ucalmısan. Mən səninlə fəxr edirəm.
Mənim Sevda qızımla fəxr edirəm. Hamınızla. Bu balamdır. Elə bilirəm ki, öz qardaşımın balasıdır bu. Hər biriniz mənim üçün əzizsiniz. Bu Şirzadın oğludur, arxada oturan. Can, sənə qurban olarım. Qardaşıdır. Qardaşı, lap yaxşı. Mən elə üzr istəyirəm dönə-dönə. Yoldaşım gələndə dedi ki, səndə adətdir ha. Uşaqları görürsən, deyirsən ki, yox, tanımadım. Onların heç birini deməklə ki, tanımadım. Sonradan deyir, 5 dəqiqə, 10 dəqiqədən də sonra olsa, sən onların hamısını yaxşı tanıyacaqsan. Nə yaxşı ki, bugünkü günü təşkil edən qızım Eyran xanım var. Allah can sağ etsin. Bir gündə bəlkə 4 dəfə, 5 dəfə bizə zəng eləyib. Axır sözü oldu ki, müəllimə, narahat olma, bilir ki, ayağın narahatdır, sənin ardınca maşın gələcək. Qurban olun maşının yəsinə də, əməliyyat aparana da, başa salana da var olasınız. Sizin ailənizə bizim adımızdan, müəllimlər adından onlara can sağlığı arzulayın. Övladlarınıza Allah Teala müharibə qismət eləməsin. Xoş günlər görsünlər. Valideynin fəxri ilə yaşasınlar. Fəxr olunsun balalarımız. Fəxr olunsun qızlarımız, oğlanlarımız, qohumumuz, əqrəbəmiz. Hamı özünə görə bir insandır. Hamının özünə görə bir qabiliyyəti var. Var olun, sağlam olun, ömrünüz uzun olsun, yaşadığınız ömrü sağlam canla yaşayasınız. Ailəmizə bizlərdən, bax bu 3 sənə müəllimədən çoxlu salamlar aparın. Sağ olun, mənim gözəllərim. İnsanın biraz hörməti də artıq olur. Xoş gəlmişsiniz. Mən inanmırdım ki, bu qədər sevmərəm. Çoxunuzu görürəm arada. Amma elə uşaqlar var ki, adlarını deyəndən sonra tanıdım, yalan deyə bilmərəm. Xoşdur. Müəllimə şeir desə, yox, şeir vaxtı deyil, şeiri əvvəldə deyirlər. Axırda danışıram mən. Mən çox sevinirəm, elə ki, ömrümü uzatdınız. Valla, deyir, gün var, il var, bir günə dəyməz, gün var, minaya deyər, hamımızın bildiyini deyirəm. Sağ ol, Eyran, çox razıyam səndən. Elə bir ki, Allah haqqı, elə bir ömrüm uzandı. Bəlkə yaşımızın elə vaxtıdır ki, bundan sonra biz ancaq evlat sevincirəm, bu qədər sevinərik. Siz də bizim balalarımızsınız, çox sevinirəm. Amma bircə şeyə mat qaldım ki, bu kamillər səs çıxmadı sinifdə. Burada yaman aktivdirlər, yağın dəyişib. Xoş gəlmişsiniz. Sizin bu görüşünüz biraz daimi olsun. Birimizə əlaqəmiz sıx olsun. Sağ olun. Başqa söhbət. İşlədiyim müddətdə uşaqlardan razıyam ki, o uşaqların yaxşı oxuyan da olub, pis oxuyan da olub, nə bilim, pis yolda olan da olub, bilirsən, oğlanlardan pis vərdişlərdə də olub. Mən onları ağartmamışam. Mən elə eləmişəm ki, onlar hiss edib mən görmüşəm. Amma demişəm ki, mən görmədim. Çünki görüb onu nəysə üzünə vuranda, onu nəsə eləyəndə o tərbiyə üsuludur. Deyəndə o daha da acılaşır, daha da ciddiləşir, daha da onda ikrah hissi oyanır sənə qarşı. Ailədə də, tərbiyədə də belə şeyə
yer vermək lazımdır ki, yəni görmüsən, görmə. Görərsən, deyərsən, arada pərdə var da, o pərdə götürülər. Amma elə bir dolay yolla hərəkət eləyən ki, o başa salsın.